Testin şərti, test tapşırığının şərti belədir. Hər ikisi danışmaq, təhkiyə, nağıl etmək deməkdir. Hadisələrin təsvir üsulu baxımından da bir-birinə yaxındır. Demək, şərt də belədir ki, danışmaq və təhkiyə nağıl etmək deməkdir. Artıq bu bizə işarə verir ki, söhbət epik növün janrlarından gedəcək. Hadisələrin təsvir üsulu baxımından da bir-birinə yaxındır. Bəzən bunları bir-birinə fərqləndirmək çətin olur. Söhbət hansı janrlardan gedir? Demək, danışmaq, təhkiyə nağıl etmək epik növlərə aid olan xüsusiyyət olduğu üçün A variantı sıradan çıxacaq. Çünki qəzəl və qəsdə lirik növü janrıdır. Demək, bura baxırıq. Oçerk roman tamamilə həm həzminə görə, həm ifadə formalarına görə tamamilə başqa-başqa janrdırlar. Memuar və dastan bunlar da həm həzminə görə, həm yaranmasına görə tamamilə başqa-başqa janrlardır. Nəhayət, B variantına diqqət yetirsək, biz görürük ki, hekayə və povest, bəli, hər ikisi danışmaq, təhkiyə, nağıl etməklə bağlıdır. Hər ikisinin hadisələr təsvir və təhkiyə üsuluna əsaslanır. Hekayə, povestdə böyük hekayə deyirlər. Demək, bu iki janr həm ifadə formaları görünə, eləcə də surətlərin sayına görə, təsvir və təhkiyədən istifadə edilməsinə görə və sair əlamətlərinə görə bir-birinə oxşayır. Dram və faciə bilirsiniz ki, dramatik növə aiddir. Bu da bizim testin cavabı ola bilməz. Doğru cavab B.